İki və daha çox şəxsiyyətin bir bədəndə birləşməsi. Çox qəribə səslənir əslində, amma bunu yaşayan şəxslər fərqli həyat sürürlər. Çünki onların bədənində bir şəxsiyyət deyil, bəzən 2 və daha artıq, hətta bəzən 6-7-yə qədər fərqli şəxsiyyətlər görülən bədənlər var. Burada həmin şəxslər, həmin şəxsiyyətlər bir bədəndəki şəxsiyyətlər fərqli səs tonları, fərqli davranışlar, fərqli düşüncələr, fərqli emosiyalar və hətta fərqli vaxt düşüncəsi, yəni fərqli vaxt algısı olan şəxsiyyətlər olur. Məsələn, şəxsiyyətlərdən biri hələ də 1990-cı ildə yaşayır deyək ki. Ona görə hələ ki tarix 1990-cı ildir. Və yaxud da biri hal-hazırki dövrdə yaşayır. Digəri isə daha kiçikdir, daha uşaqdır. Bunlardan biri canidir məsələn, deyək ki. Onun elə düşüncələri var. Biri intihara meyillidir, intihar eləmək istəyir. Bu şəxslərdən biri uşaqdır. Uşaq kimi qayğıya ehtiyacı var və yaxud da uşaq kimi yumuşaq oyuncaqlarla oynayır və yaxud da digər insanlarla uşaq kimi danışmağa başlayır və yaxud da uşaq səsi çıxardır həqiqətən də. Və yaxud da bu şəxslərdə müəyyən yaddaş pozuntuları da olmağa başlayır ki, məsələn, şəxsiyyət dəyişdiyi zaman, deyək ki, uşaq şəxsiyyəti başladığı zaman böyük, yəni yeniyetmənin yaşadığı şeyləri xatırlamır. Çünki onun beynində o tarix yoxdur. Bu problem dissosiativ şəxsiyyət pozuntusu adlanır. Dissosiativ şəxsiyyət pozuntusu olan şəxslərdə bədənsəl və ruhsal dissosiasiyalar çox olmağa başlayır. Dissosiasiya odur ki, şəxs həmən zaman özünü özü kimi yox, hal-hazırda elə bil ki, bir filmin içindəymiş kimi hiss eləyir. Yəni o zaman həmən şəxs burada deyil. Bəzən el arasında deyirlər, gözün yol çəkir. Yəni gözün yol çəkir məsələsi əslində kiçik də olsa bir dissosiasiyadır. Amma dissosiativ şəxsiyyət pozuntusu ilə təbii ki, əlaqəsi yoxdur. Və dissosiativ şəxsiyyət pozuntusu olan şəxslərin olmasının səbəbi əslində bir növ uşaqlıqda yaşanılan travmalardır. Əsas da 5-9 yaş arasında yaşanan travmalar dissosiativ şəxsiyyət pozuntusunun yaranmasına səbəb ola bilir. Və yaxud da bağlanma problemi yaşayan uşaqlarda və yaxud da aylarla, illərlə öz valideynlərindən kənarda qalan və yaxud da tamamilə qorunaqsız olan uşaqlarda bu hallar böyüdükdə yaşanmağa başlayır. Və yaxud da cinsi və bədənsəl zorakılıqlar yaşayan şəxslərdə də dissosiativ şəxsiyyət pozuntusu görülə bilir. Bəs müalicəsi? Müalicəsi əslində yalnız terapiya ilə, belə deyək, psixoterapiya ilə mümkündür və uzun müddətli psixoterapiya ilə mümkündür. Çünki bu şəxslərlə terapiya da həqiqətən də çətinlik yaradır, amma mümkünsüz deyil. Sadəcə bu şəxslərlə terapiyanı son dərəcə təcrübəli travma terapiyası edən və travma terapiyası ilə böyük bir təcrübəsi olan şəxslər keçməlidir. Və bu proses uzun bir prosesdir. Çünki ilk öncə travmalarla işləməmişdən qabaq, ilk öncə şəxsin emosional və bədənsəl stabilizə olunması ən böyük belə deyək, çətinlikdir əslində və bunlar yarandıqdan sonra şəxs özünü stabil hiss elədikdən sonra biz artıq travmalarla yavaş-yavaş işləyə bilərik və bu şəxslərdə bəzən bir deyil, bir neçə travma özünü göstərir ki, deyək ki, uşaqlıqda yaşanmış travma və sonradan
böyüdükdən sonra yaşanmış travma və bu retravmatizə olunma məsələsi çox zaman dissosiasiyanı tətikləyən prosesdir. Çünki deyək ki, travma qalmışdı və bir yerdə beyin onu bir növ həbs etmişdi beynin bir hissəsinə və yeni olan travma kompleks travma olmağa başlayır və retravmatizə edir şəxsi və bundan sonra şəxslərdə çox zaman dissosiativ problemlər yaşanır. Və dissosiativ şəxsiyyət pozuntusu olan şəxslər çox zaman başqa insanların yardımına ehtiyacı olur. Çünki onlar çox zaman öz işlərini özləri rahatlıqla görə bilmirlər. Və bu yüzdən də psixoterapiya çox önəmlidir bu şəxslər üçün və çox zaman dərman terapiyası mümkün olmur. Çünki dərmanlar heç bir zaman şəxsiyyəti müalicə edə bilməz. Sadəcə müəyyən qədər deyək ki, simptomları azalda bilər. Müəyyən simptomlar, deyək ki, depressiv simptomlar da bərabərində varsa, depressiv simptomları və yaxud da qorxu simptomları varsa, anksiyeta varsa bunu aşağı sala bilər, amma dərmanlar şəxsiyyətlə işləmir. Bunun üçün davranış terapiyası, kognitiv terapiya, ego statement, EMDR terapiya yardımcı ola bilər.